Bir narkoman narkotik vasitəni qəbul edəndən sonra o təsirin altında istənilən şeyi də görə bilər. Hətta eşidə də bilər. Baxır ki, bir qarışqa torpağın üzəri ilə gedir. Diqqətlə baxır, qarışqa sürətlə gedir. Amma nə qədər sürətlə getsə də birdən arada dayanır. Narkoman görür ki, əslində qarışqa bilərəkdən dayanmadı, sadəcə ayaqları dolaşdı. O ayaqları dolaşıb dayanan qarışqaya baxıb gülməyə başlayır. O qədər çox gülür ki, birdən qarışqa gülən narkomana başını çevirib baxaraq deyir: "Ey axmaq, niyə gülürsən? Hə? Niyə gülürsən? Mən çox yaxşı gedirdim. Sən it oğlu it nəfəsini elə verdin ki, mən tarazlığımı itirdim. Hə, bir də başqa tərəfə gül. Burada mənim yanımda qasırğa qopur. Və bu qasırğa çox üfunətlidir. Get ağzını yu, gizbəsər it oğlu." Qarışqa bir çəkib sürətlə yoluna davam edir. Narkoman isə gülə-gülə yerə uzanıb səmaya baxmağa başlayır. Birdən görür ki, günəş bir siqaret yandırıb çəkir və öskürə-öskürə üzünü narkomana tutub deyir: "Qardaş, deməzsən saat neçədir?" Narkoman gülə-gülə: "Bilmirəm, sən daha yaxşı bilərsən" deyir və daha çox gülür. Bu an günəş qayıdır ki, "Mən qatarı gözləyirəm, artıq qürub vaxtıdır və mən batmalıyam axı." Birdən nəhəng qatar elə günəş sözünü davam edərkən gəlir. Günəş də qatarın gəldiyini görüb siqaretini yerə atıb qatara minib batmağa doğru gedir. Günəşin yerə düşən işıq dirəyi boyda olan o siqareti isə yerə düşən kimi narkomana pıçıldayır: "Gəl, indi qurtaracağam, gəl məni də çək." Bax, məsələ nə günəşdədir, nə də narkomanda, nə də qarışqada. Bir narkoman sağlam adamın yanında necə görünürsə, bu ölkənin fəhlə sinfi də elitanın yanında elə görünür. Absurd şeylərə gülən, sevinən, yaşayan adamlar. Bizim bütün ömrümüz o elitanın gözünün önündə bir narkomanın milçəklə danışması, qarışqa ilə danışması qədər mənasız və cılızdır. Biz sadəcə öz həyatımızın ən yaxşı bucağını yaratmağa çalışırıq. Bu zibilliyi təmizləməyə çalışmaq kimidir. Sən nə qədər təmizləsən də orayı yenə də zibillənəcək. Sənin etməli olduğun yeganə şey oradan çıxmaqdır. Sən təmizlənməli yox, tərk edilməli olduğu yerdəsən. Fəhlə sinfi hər zaman öz həyatında gözəllik axtarmağa çalışıb. Amma burada heç bir maraq, heç bir şövq yoxdur. Bir fəhlənin öz həyatından razı olması sadəcə öz halı ilə barışmasıdır. Onun zövqü kiçilir, vəzifəsi kimdə kiçilir. Və zövqləri kiçildiyi üçün baş aşağı öz taleyi ilə də razılaşmağa məcburdur. Əgər həqiqəti göstərsəydilər, başa düşərdilər ki, onların gülüşü, sevinci, motivasiyası, bütün xoş anları sadəcə bir narkoman gülüşüdür. Mən Allahın yox, başda Allah olmaqla insanları siniflərə bölən hər şeyin düşməniyəm. İnsan həyatdan istədiyini almaqla xoşbəxt olmalıdır. Gücü çatan yox, istədiyini almaqla xoşbəxt olmalıdır. Amma bizə qazanmaq, qabağa getmək deyilən bir şey öyrədiblər. Halbuki biz yaşadıkça ömür də geriyə gedir.